Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib. Şəhərin Nizami küçəsində iki avtomobilin toqquşması sərnişinlərin ağır xəsarət alması ilə nəticələnib. Xəsarət alanlardan biri baş prokurorun birinci müavini Rüstəm Musubovun bacısıdır. Hazırda Gəncədəki mərkəzi klinik xəstəxanasına yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir. Ələsənova məxsus olan daha bir media strukturu əlindən alınıb. Ələsənovun oğlu Şamxal Həsənovun adına olan Aras FM radiosunun da təhvil təhsil prosesləri yekunlaşıb. Ələsənova aid olan Beynəlxalq Mətbuat Mərkəzində yerləşən Aras FM radiosu artıq 2 gündür ki, yeni rəhbərliyin nəzarətində çalışır. Əldə etdiyimiz məlumata görə əvvəlki kimi yeni radionu Xəzər TV-nin rəhbərliyi kurasiya edəcək. Bakıda 9 yaşlı qız intihar edib. Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 9 yaşlı qız yaşadıkları evdə anasına məxsus şərflə özünü asaraq öldürüb. Sabunçu rayon prokurorluğunda faktla bağlı cinayət məcəlləsinin 125-ci intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq tədbirləri həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası dövlət sərhədinin sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunazid əməllərinin qarşısı alınıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytı məlumat yayıb. Açıqlamada bildirilib ki, hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək. Bakı Postunun əldə etdiyi məlumata görə əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının sahil mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir. Müsavat.com-un əldə etdiyi məlumata görə əməliyyat zamanı Xəzərdə qanunsuz olaraq balıq ovu həyata keçirən, dənizi körtəbii şəkildə talayan, bioresursları məhv edən, brakonyerlər və onları himayə edən vəzifəli şəxslər ifşa edib. Nəzərə çatdıraq ki, uzun illərdir brakonyerlər ilin istənilən fəslində hətta sənaye üsulu ilə balıq ovu əldə etmək rəsmi şəkildə qadağan olunduğu zamanlarda da Xəzər dənizində qanunsuz ov həyata keçirib. Bunu təsdiqləyən video çəkilişlər mütəmadi şəkildə sosial şəbəkələrdə yerləşdirilib və müvafiq orqanlara təqdim edilib. Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə su polisinin keçirdiyi mütəmadi reyslər zamanı xeyli sayda qanunsuz ov edən şəxslər cəzalandırılıb. Lakin buna baxmayaraq, brakonyerlər müəyyən şəxslərin himayəçiliyi ilə Xəzəri talamaqda, balıqların kökünü kəsməkdə davam ediblər. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər baş verənlərlə bağlı sensasiyalı açıqlamalar verib. Reaksiya TV-də qonaq olan Hafiz Hacıyev müsahibəsində Ramiz Mehdiyevin ünvanına şok iddialar səsləndirib. O iddia edib ki, Bakıda baş verən bir sıra mitinqləri məhz Ramiz Mehdiyev təşkil edib. Partiya sədri iddia edib ki, Ramiz Mehdiyev prezident olmaq istəyirmiş. Hafiz Hacıyev həmçinin həbs olunan icra başçılarından danışıb. O bildirib ki, Biləsuvarın həbs edilən keçmiş icra başçısı Qabulyan işləyib. O icra hakimiyyəti başçısına Aistə Telmanın pulu ilə gəldiyini iddia edib. Son 2 gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, daxili qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejiminin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb. Deputat Fazil Mustafa bildirib ki, bununla bağlı qərarları Nazirlər Komitetiyanın operativ qərargah verir. Operativ qərargah ölkəmizdə real vəziyyəti, yolxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz sadəcə ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejiminin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri
koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə, tezliklə normal vəziyyətimizə qayıtmağımız, insanlarımızın məsuliyyətli olmasından və operativ qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır. Nazirlər Komitəsinin operativ qərargahının rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil. Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yolxanların sayından, artma-azalma dinamikasından asılı olacaq. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin Facebookdakı canlı efirində Mədəniyyət Nazirliyinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında mədəniyyətin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə bağlı sualları cavablandırıb. Millət vəkili dünyanın digər yerlərində belə hadisələr baş verəndə nazirlərin dərhal istefa verdiyini, lakin 29 ildə Azərbaycanda belə halın baş vermədiyini bildirib. Rüşvətxorluq və korrupsiya qurşananda vəzifəsinin öhdəsindən gələ bilməyəndən vəzifəsindən uzaqlaşdırılıb. İndi isə biz də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbirlər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır. Siyavuş Novruzov son zamanlar icra hakimiyyətlərində araşdırmaların Bakı rayonlarını niyə əhatə etməməsi ilə bağlı sualı isə belə cavab verib. Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz. ABŞ prezidenti Donald Trump qubernatorlarla görüşündən sonra məktəblərin açılmasını tələb edib. Bu barədə o fikrini gənclərin virusa yoluxması halının azlıq təşkil etməsi ilə əsaslandırıb. Yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı isə deyib ki, onlar özlərini qoruya bilərlər, amma məktəblər tezliklə açılmalıdır. Trump həmçinin çıxışı zamanı ABŞ Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutunun rəhbəri Antonio Fauci'nin ştatlarda virusa qarşı tədbirlərin erkən yumşaldılmasının daha çox ölümə səbəb olacağı ilə bağlı fikrini də münasibət bildirib. O heç kimin narazı qalmasını istəmir. Bu açıqlamaya təəccübləndim. Məktəblərin açılması üçün belə bir rəy yol verilməzdir. Qeyd edək ki, Trump ABŞ Nümayəndələr Palatasına virusla mübarizə çərçivəsində təqdim edilən yeni 3 trilyon dollarlıq iqtisadi təşviq paketinin Senat tərəfindən qəbul edilməyəcəyini, özünün də onun dəstəkləməyəcəyini bildirib. Şimali Koreya lideri Kim Çindən 12 gündür ki, xəbər yoxdur. Bu barədə Yevyoq Post nəşri məlumat verib. Bildirilib ki, may ayının 1-dən gübrə zavodunun açılışında çəkilmiş foto şəkillərinin mətbuata yayılmasından sonra bir daha Şimali Koreya rəhbərindən xəbər alınmayıb. Həmçinin qeyd olunub ki, ABŞ kəşfiyyat orqanları sözgedən fotoların həqiqiliyini əsaslandıracaq heç bir dəlil tapa bilməyiblər. Qeyd edək ki, may ayının 1-nə kimi 3 həftədir soraq alınmayan Kim Çinin öldüyü iddia edildi. Belə ki, o babası və Şimali Koreyanın qurucusu Kim Il-senin yubiley tədbirlərində belə iştirak etməmişdi. Rusiyada mayın 2-dən sonra ilk dəfə koronavirusa yoluxanların sayı 10.000-dən az olub. Belə ki, son gün ərzində daha 9.974 nəfərdə koronavirusa yoluxma faktının aşkar olunması ilə yoluxanların ümumi sayı 252.245-ə çatıb. Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında məlumat verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 196.410 nəfər təşkil edir. Ötən gün xəstəlik səbəbindən daha 93 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2305-ə çatıb. Ümumilikdə 53.530 pasiyent isə sağalaraq evinə buraxılıb.